SaaS, Software as a Service. Bu modellə işləyən startapların növbəti dövrdə biraz risk altında olduğunu düşünürəm. Və təkcə mən düşünmürəm. Bir çox məzmun yaradıcısı, bu sahə ilə əlaqəli adamlar hal-hazırda bənzər fikirlərdədirlər. Bəs nədir onları risk altında qoyan? 5-10 il bundan əvvəl keyfiyyətli bir məhsul ortaya qoymaq çox çətin idi. Bunun üçün böyük komandaya ehtiyac var idi, investisiya tələb edilirdi, aylar tələb edilirdi, ixtisaslaşma tələb eləyirdi. İndi isə bəzi tip kiçik startaplar üçün bunların heç birisi demək olar ki, tələb olunmur. Əlbəttə ki, bu danışdığımız dəyişiklik süni intellektin bir nəticəsidir. Gəlin bir SaaS məhsulu götürək və onun üzərindən danışaq. Misal üçün Trello. Trello məhsulu böyük, ümumiləşdirilmiş bir məhsuldur. Müxtəlif sahələrdə fəaliyyət göstərən adamların layihə idarə edilməsi ilə bağlı, müəyyən iş axışlarının idarə edilməsi ilə bağlı istifadə etdiyi bir alətdir. Lakin bu məhsulun və eynilə də digər SaaS məhsullarının bir problemi var. Məhsul çox ümumidir. Çünki ucuz ola bilməsi üçün böyük kütləni əhatə etməlidir. Böyük kütləni əhatə etmək üçün isə ümumi olmalıdır. Lakin indiki dövrdə məhsul yaradıcılığı hər keçən gün daha da asanlaşır. Proqramlaşdırma xərcləri aşağı düşür. Artıq əvvəllər 10 developerun gördüyü işi bu gün bir developer görə bilir və hər keçən gün həmin o bir developerun məhsuldarlığı artır. Bunun nəticəsində düşünürəm ki, orta və böyük ölçülü şirkətlər istifadə etdikləri bəzi nəhəng SaaS məhsullarını öz daxili alətləri ilə əvəzləyəcəklər. Bəli, bəlkə bu əvəzləmə böyük SaaS layihələrinin yox olması ilə nəticələnməyəcək, amma bazar paylarından müəyyən qədər itirəcəklər. Ümid edirəm video sizdə yeni baxış bucağı yaratdı və maraqlı idi. Sağ olun, sağlıqla qalın.